Azərbaycanla Gürcüstan sıx və aktiv strateji tərəfdaşlığı ən yüksək səviyyədə davam etdirir. Dünyanın müxtəlif yerlərindəki xaos vəziyyətinə baxmayaraq, biz Cənubi Qafqaz ölkələri dünya üçün nümunəyə çevrilirik. Bu sözləri Baku TV-yə verdikləri müsahibələrində Gürcü politoloqlar bildiriblər. Azərbaycan-Gürcüstan əlaqələri çox əsrlik tarixi, siyasi və iqtisadi əlaqələrə dayanır. Bu əlaqələr son dövrlərdə, xüsusilə Cənubi Qafqazın qlobal siyasi arenada daha böyük söz sahibi olmasına yönəldilib. Bunu cənab Prezident İlham Əliyevin Münxen konferansında çıxışı və Gürcüstan tərəfinə öz təşəkkürünü bildirməsi də bir daha sübut edir. Beləliklə, biz sıx və aktiv strateji tərəfdaşlığımızı ən yüksək səviyyədə davam etdiririk. Dünyanın müxtəlif yerlərindəki xaos vəziyyətinə baxmayaraq, biz Cənubi Qafqaz ölkələri dünya üçün nümunəyə çevrilirik. Son zamanlarda artıq Azərbaycanın da dəstəyi ilə Ermənistan da bu proseslərə qoşulmağa başlayıb. Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat logistika dəhlizi olaraq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində bölgəmizin xüsusi önəmi var. Bu da öz növbəsində Cənubi Qafqaz ölkələrinin inkişafına böyük töhfələr verir. Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə olduğu kimi tranzit marşrutları sahəsində də güclü əlaqələr mövcuddur. Münxen konferansında İlham Əliyev öz çıxışında bu məsələyə də toxunub. Bugün Gürcüstandan keçməklə Azərbaycan Avropaya müxtəlif enerji resurslarını ixrac edir. Təəssüf ki, son dövrlərdə Gürcüstanda müəyyən qruplar Zəngəzur dəhlizinin açılmasından sonra Gürcüstanın öz tranzit funksiyasını itirəcəyi barədə spekulyasiyalar yaratmağa cəhd göstərir. Düşünürəm ki, rəsmi Bakı və Tbilisi ikitərəfli strateji əlaqələrin inkişafına xüsusi diqqət göstərir. Uyğun olaraq heç bir spekulyasiya ölkələrimiz arasında əlaqələri korlaya bilməz. Zəngəzur dəhlizinin açılması bölgənin yükdaşıma qabiliyyətini artıracaq və beynəlxalq arenada ölkələrimiz daha böyük söz sahibinə çevriləcək. Bu həm də yük daşımalarının müxtəlif yollarla həyata keçirilməsinə imkan yaradacaq. Siyasi şərhçilər həmçinin Prezident İlham Əliyevin beynəlxalq mötəbər tədbirlərdə mütəmadi olaraq iştirakının Azərbaycanın nəinki regionda, bütövlükdə dünyada artan nüfuzunun göstəricisi olduğunu vurğulayıblar.